Gəlin dostlarımız, değerli oxucular, Poeziyevi zaman zaman müxtəlif tədbirlərə ev sahibliği eləyir. Burada siz Azərbaycanın, eləcə də xarici ölkələrin ünlü yazıçılarını, şairlərini görürsünüz. Onlarla görüşlər keçirilibdir. Bugün isə bizim çox dəyərli bir şairimizin, Azərbaycan yazıçılarının üzvü və əməkdaşı, əsərlərinin böyük əksəriyyəti şəhidlərimizlə, vətən qəhrəmanlarımızla bağlı olan Güləmail xanımın, Güləmail Muradın yeni bir kitabının təqdimatına imza gününə toplaşmışıq. 5 ulduz, 5 şəhiddən bəhs edən kitabdır. Əslində bu kitab tədbirimiz üçün önəm daşıyır, tamamen doğrudur. Ama aynı zamanda istedik ki Güləmail xanımla həm də bir oxucu görüşü olsun. Sınıf suallarınızı cevaplandırsın, başka əsərləri hakkında danışsın, çıxış eləsin. Ona göre de her birimizi salamlayıram, Poeziyevi adına, aynı zamanda Azərbaycan yazıçılarının Sumqayıt bölməsi adına, bölmənin sədri Gülnara xanım, Cəmaləddin buradadır. Biz tədbiri birlikdə aparacağıq. Əvvəldə qeyd elədiyim kimi, Güləmail xanım daha çox vətənpərvərlik mövzusunda əsərlərə imza atıbdır. Çok sayılı kitaplar var ve bu kitaplara bizim çok ünlü yazıcılarımız, alimlerimiz, akademiklerimiz ön söz yazdıdır. Gazetelerde çok büyük değerlendirmeler olur. Hele bu yakınlarda Orta Asya ülkelerinde çok büyük bir seferde olubdu Güləmail xanım. Orada da Azərbaycanın ədəbiyyatının təbliğ olunmasından bağlı vətənpərvərlik mövzusunda yazdığı kitapları Orta Asya Türklerine, oradaki ülkelerin yazıcılarına ve okucularına çatdırıb ve Azərbaycan hakkında 44 günlük müharibəmiz hakkında, vətən müharibəmiz hakkında geniş məlumat çatdırıbdır xarici ölkələrdə də. Xarici ölkələrdə Güləmail xanımın xeyli kitabları nəşr olunubdur. Özbək dilində, Türkiyə türkçəsində, eləcə də başqa dillərdə xeyli əsərlər çap olunubdur. Xeyli ciddi ədəbi mükafatların laureatıdır. Oxucular tərəfindən çox sevilen bir şairimizdir. Ona göre Güləmail xanıma da hoş gəlibsiz deyirik. Və ümumiyyətlə təkcə ona göre yox ki, Güləmail xanım daha çox vətənpərvərlik mövzusunda şəhidlərimizlə bağlı kitab yazıb. Eyni zamanda bu kitab da şəhidlərimizə bağlıdır. Və bizim tədbirlərdə iştirak edenler bilirlər ki, bütün ədəbiyyatımız eyni zamanda şəhidlərimizə borçludur. Bütün varlığımız şəhidlərimizə borçludur. Ona göre de tədbirimizin əvvəlində biz uca şəhidlərimizin, müqəddəs şəhidlərimizin ruhunu bir saygı duruşuna dururuq. Ondan sonra tədbirimizi başlayırıq, rica ediyorum.